Sosial şəbəkələr bir tərəfdən insanları birləşdirir, digər tərəfdən isə nifrət və təhqir dolu paylaşımların ünvanı olur. Hər kəsin rahatlıqla fikir bildirdiyi sosial mediada bəzən sərhədlər aşılır, sözlər silaha çevrilir. Sosial şəbəkələrdə qarşı tərəfin təhqir edilməsi cinayət məsuliyyəti də yarada bilir. Əgər sosial şəbəkələrdə şəxsi təhqir edirlərsə, burada Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkib hissəsi yaranır və şəxs xüsusi ittiham qaydasında özü şəxsən məhkəməyə müraciət etməklə şəxsə qarşı cinayət işi qaldıra bilər. Amma əgər təhqir olunmuş şəxsin şəxsən özünə və ya WhatsApp vasitəsilə və ya inbox vasitəsilə özünə şəxsi təhqir edirsə və ya ona harasa şərəf və ləyaqətini alçaldırsa, bu halda mülki qaydada şərəf və ləyaqətin alçaldılması barədə yenə də iddia qaldıraraq o çəkdiyi mənəvi zərərin əvəzini tələb etmək hüququna malikdir. Vəkil həmçinin bildirdi ki, verilən cəzanın növü edilən təhqirin dərəcəsinə və təhqir edənin şəxsiyyətinə əsasən müəyyən olunur. Yəni cəzanın məqsədi şəxslərin islah etməkdir. Əgər bu şəxs yüngül cəza ilə, cərimə ilə, islah işləri ilə, ictimai işlərlə islah oluna bilərsə, artıq hakimin seçimidir və həmin cəzaya məhkum edə bilər. Amma əgər şəxs belə deyək ki, onun şəxsiyyətinə uyğun deyilsə cərimə cəzası, islah işləri, bunun cəzası azadlıqdan məhrum etmə cəzası olmalıdır. Bu halda azadlıqdan məhrum etmə cəzası verə bilər hakim. Beləliklə bir şəxsin sosial mediada kütləvi nümayiş etdirməklə təhqir edilməsinə görə Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən 1000 manatdan 1500 manata qədər cərimə, 240 saatdan 480 saata qədər ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ay müddətədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.